Rejissura azad peşələrdən biridir və istənilən adam bu işlə məşğul ola bilər və ya hobbi kimi də baxa bilər. Təhsilli və ya təhsilsiz, savadlı və ya savadsız. Yetər ki, fikirləri görmək və insanlara təqdim etmək bacarığın olsun. Fikirləri görmək başqa istedaddır. Onu real insanlara və həyata inteqrasiya etmək isə bacarığı hər adama verilmədiyindən təhsil vacibdir. Bu fikrin müəllifi Cavid Təvəkküldür. Salam. İri planda 200+1-in növbəti buraxılışından sizi salamlayırıq. Bugün qonağımız rejissor və ssenarist, maraqlı hekayələrin müəllifi Əzizim Fellini, Azərkeş, Dərs, Bir Günəş Altında, Hoqqa və yeni çəkilən Spinoza'nın Tanrısı filminin rejissoru Cavid Təvəkküldür. Xoş gəlmisiniz Cavid bəy. Sağ olun, təşəkkür. Xoş gəlmisiniz daha Cavid bəy. Xoşdur sizi görmək burada. Elnarə xanım təqdim elədi sizi. Bəs sizin özünüzə görə əslində Cavid Təvəkkül kimdir? Cavid Təvəkkül, Təvəkkülün oğlu, adi bir Azərbaycan vətəndaşı, vətənini sevən, xalqını, millətini sevən, əsasda Azərbaycanca düşünən. Mən belə düşünürəm. Təvəkkülün oğlu dediniz. Atanız da aktyordur, düzdürmü? Atamın adıdır. Atam aktyor olub, Mingəçevir Dövlət Dram Teatrında çalışıb uzun illər. Bugün sənətdə olmamı bəlkə də ona borcluyam. Çünki onun yanında teatra gedə-gedə kiçik uşaq rolları oynaya səhnədə. Uşaqlıq dövründən gəlir. Bəli, lap kiçik vaxtlarından. Lap kiçikli vaxtlarından. Hətta özüm aktyor olmaq istəyirdim. Sonra talih elə gətirdi ki, alınmadı. Niyə alınmama səbəbi nə oldu Cavid bəy? Yəni daha çox rejissura və ssenari tərəfində meyillisiniz. Bu həm bu 90'ların əməyi var idi bunda. O çətin 90'ların əməyi var idi. Həm də özümdə bir kompleksləri görürdüm. Ekran önündə, öndə olamaqdan. Ekran önündə, diksiyamda, yəni belə qüsurları hiss edirdim deyə. Mənim üçün aktyor mükəmməl olmalıydı. Çünki mən teatr aktyorları bilirsiniz necə olur. Yəni onların əhatəsində olmuş. Ona görə məsəl getmədim aktyorluğun dalını. Utandım özümdən. Və yaxud da rejissorluq sizə daha maraqlı gəldi, mən belə düşünürəm. Rejissorluq da çox. Mən 32 yaşında gəlmişəm rejissoraya. Gec başlamışsınız. Əslində 32 yaşında gəlmişəm rejissorluq. Rejissorluq çoxdan bir gün necəsə oldu. Başladıq işləməyə də belə oldu. İlk işiniz televiziyadan başlayıb? İlk işim deməli bu reklam oldu. Reklam, sonra kliplər. Sonra artıq düşündüm ki, rejissora ciddi peşədir. Bundan ciddi məşğul olmaq istəyirsənsə, təhsilin olmalıdır, falan olmalıdır. Ora-bura belə bir şey oldu. İlk film isə televiziyada həyata keçdi. Yəni televiziyada başladım. Debüt oradan başladı. Hansı film idi? Elə Azərkeş. Azərkeşlə başlamışsınız. Elə Azərkeşlə. Bu arada siz ictimai televiziyada çalışdığınız dövrlərdə daha çox Emir Məmmədlinin ssenariləri əsasında filmlər çəkmisiniz. Emir Məmmədli, bəli var idi. Emir Məmmədli var idi. Sonra öz ssenarimdən də işləmişəm. Sonra Rafiq Səməndər, İsmail Ömərovun ssenarisindən 15 seriyalı bədii televiziya filmi çəkmişik. Çəkilişləri Belarusiyada, Türkiyədə eləmişik. Döngələr adında çox seriyalı film idi. Bəli, o serialda yadımdadır. O Durğunluq illərində, biz orada o zaman çəkirdik filmlər ki, Azərbaycanda çox az film çəkilirdi. Biz başlayırdıq. Ümumiyyətlə, ictimai televiziyanın ənənəsi var idi. Ora kənardan rejissorlar da gəlirdilər, filmlər çəkirdilər, işləyirdilər. Yaşlı nəsil, gənc nəsil. Yəni, o zamanlar, indi də pis deyil, indi də işləyir ictimai televiziya. Belə baxıram, yaxşı filmlər var. Bəli, nisbətən sayılıb seçilən, izlənən, daha keyfiyyətli. Daha izlənən filmlər, seriallar yəni, sağ olsunlar da. Şərait yaradırlar və dəstək olurlar ən azından yaradıcı komandaya. Bəli. Uğurlarına bir işıq olurlar, belə deyək. Bəli. Sizin özünüzün də, yəni dediyiniz kimi ssenariləriniz var, yazıçılıqla da məşğulsunuz, yəni belə deyək, ssenari sahəsində də çalışmışsınız. Yazıçılıq deməzdiyim, yazıçılıq. Ssenari deyək, ssenari sahəsində. Ssenari, biraz yazdım. Amma mən sizin maraqlı hekayələrinizi də oxudum. Sizi araşdırarkən. Təşəkkür edirəm. O hekayələrdə bilirsiniz, vizual adamın gözün qabağına görüntülə bir obraz görürsən küçədə. Başlayırsan onu. Bu dərs məşğələləri kimi olurdu da.
başlayırdın onu Ssenariyə hazırlıq. hə, belə deyək də, yüngül. Sonra bax, amma yazmaq çox yaxşıdır. Mən stresimi yazmaqla çıxardıram, yazmaqla atıram stresimi. Və tək olanda yazmağı çox sevirəm. Belə şeylər. Həm də bu bir növ beynin açılmağı deməkdir mənə görə. Daha çox rejissorsuz yoxsa ssenarist özünüzü necə görürsüz? Bu ssenari, rejissor bunlar ikisi də məncə bir fabulaya vuran peşələrdir. Ona görə bunu ayırmaq istəməzdim. Daimi imkan ola, hə, yazasan, özün yazasan, özün çəkəsən, amma bu da çox uzağa getmək olmur bundan da təbii ki. Daha çox özümü harda görürəm, məncə rejissurada daha çox görürəm. Rejissorada Məncə. daha çox. Cavit bəy, bəs son müsahibələrinizdə bir balaca belə kədərli notlar, biraz küskünlük nə ilə bağlı idi bu? İllərlə yığılmışdı ya? Mən hardasa axırıncı iş yerim olub Mingəçevir Dövlət Dram Teatrı. Bəli, tamaşa Orada da qoymusunuz orada. çox normal işlər görmüşük. Bir də sizə deyim ki, Azərbaycanda ilk dəfə meydan tamaşası açıq səma altında biz eləmişdik. Ondan sonra mən işləmədim və ümumiyyətlə Bakıdan küsmüşdüm, doğrusu küsmüşdüm. Sağ olsun dostlar qaytardılar. Rəsula təşəkkür edirəm, Rəsul müəllimə. Küskünlüyün səbəbi nə idi? Burada çox şeylər var da. Yəni siz həm özündən küsürsən, həm ictimaiyyətdən, həm cəmiyyətdən. Düzdür, biz Sənətdən küskünlük var idimi? sənətdən heç vaxt küskünlük olmuyor. Olmur. Sənətdən heç vaxt. Sadəcə yaratmaq imkanı olmuyor. Ondan küsürsən də. Özünü ifadə edə bilmədiyin məqamda bəli, geri çəkilirsən. Bəli, geri çəkilirsən. Özün, ümumiyyətlə bizim gücümüz özümüzə çatır. Kimlərəsə biz nəsə güc tətbiq edə bilmərik, məsələn, belə şey. Özümüzə çatır gücümüz. Çəkilirsən, durursan qıraqda, bu da olur. Bu küskünlük sizə karyeranızda nə qədər belə deyək, daha sonra teatrda fəaliyyət göstərdiniz, düzdürmü Mingəçevirdə? Nə qədər uğur qatdı və yaxud da nə qədər sizdən geri aldı, geri atdı sizi belə deyək? Günlük əslində geri aldı almağına təbii ki. Onu ümumiyyətlə insan nə olursa mən belə bax düşünürəm, belə başa düşürəm ki, insan özünə eləyir hər şey və özü günahkardır. Kimsə günahlandırmaq olmaz. Bu indi də heç kim günahlandırmıram. Nə eləmişəm, özüm eləmişəm özümə. Küsməyim də, çəkinməyim də. Təbii ki, geri saldı. Təbii ki, geri saldı və bu gerilik çox çəkdi məncə. Adam istəməzdi, könül istəməzdi bu qədər ayrı düşə. Amma nəsə oldu da bir qader. Amma siz deyirsiniz ki, sənətdən heç vaxt küsmərəm. Yəni bu belə deyək də özünüzlə tək qaldığınız, bir balaca uzaqlaşdığınız dövrlərdə nələr yazdınız, nələr çizdiniz, nə planlar oldu? Oradan da ki, tək qaldı çox o geri çəkiləndə, küsəndə. Amma mən ən çox yazılar yazmağa çalışırdım. Demək ki, fəaliyyətiniz davam edib və Bəli. əslində fiziki olaraq ola bilər ki, uzaqlaşmaq, Fiziki olaraq, ruh çəkilmək. olaraq, amma təbii ki, əlbəttə ki. sənətdəydim, yazırdıq, nələrsə yazırdım. Nələrsə baxırdım, nələrsə oxuyurdum yenə də. Biraz şəxsi həyatımdan da dolayı bir bəzi şeylər baş verirdi. Belə sənətdən o mənada küsməmişdim. O mənada sənətdəydim ki, hə, işləyirdim. Yazmaq bayaq qeyd elədiyimiz kimi də rejissorla bir qoludur, hə, bir fabuladır. İkisi də bir yerdə bir şeydir, yadrodular. Hə, ona görə belə. Serial və film rejissoru kimi həm serialda işləmisiniz, həm filmlərdə işləmisiniz, çəkilişlərdə. Ümumiyyətlə bunların arasında fərq prosesdə nə qədər olur? Yəni rejissoru çətinə sala biləcək. Çünki serialın ritmi tamam başqadır, temp və zaman biraz fərqlidir. Filmdə isə bu birazca fərqlidir. Rejissor üçün yaradılan çətinliklər nələr olur bu iki seçimdə? Həm serialda, həm filmdə qarşılaşdığınız çətinliklər nələr olur? Mən çəkdiyim serialda, məsəl üçün döngələri deyək də, belə bir çətinlik olmamışdı.
şəxsən öz praktikamdan soruşursa deyim. Döngələrdə 15 seriya idi. Yəni birinci sezon 7, ikinci sezon 8 seriyadan ibarət idi. Orada belə bir çətinlik olmamışdı. İkinci bir serialla çəkmişdim. Orada çətinliklər var idi. Ancaq zaman sıxır adamı. Zaman daha çox sıxır. Zaman sıxır adamı. Bilirsiniz, rahat işləmək məsələsi var, rahat, komfortlu işləmək. Filmdə biraz komfortlu işləməyə çalışırsan, o şərait sənə ətrafın yaradır. Amma serialdasa biraz tələs-tələsdir də. Zaman qovur adamı. Zaman, sonra sifarişçi, sonra nə bilim nə, belə şeylər. Və adam havalanır. Ümumiyyətlə yaxşı keyfiyyətli bir filmi ərsəyə gətirmək üçün rejissora nə qədər zaman lazımdır? Əvvəlindən axırına qədər, montaj prosesi bitənə qədər nə qədər zaman getmək lazımdır buna? Bu biraz bilirsiniz, əslində film kağız üzərinə çəkilir desək, daha uğurlu olar. Kağız üzərinə çəkilir, sonra rentə köçürülür də, belə deyək. Bu kağız üzərinə yazdığımız film nə qədər mükəmməl olsa, bir o qədər hər şey çox rahat, tez baş verəcək. Ssenaridən yazmaq, ssenari rahat olmalıdır. Tam formada yazılsın, sonra o şey düşünməyəsən ki, burada bu olmalıdır, burada olmalıdır falan bəsməkən. Bir də ətrafında zaman deyirsiz, nə qədər vaxt lazımdır rejissora bir filmi çəkmək, onu dəqiq deyə bilmərəm sizə. Mən şəxsən dəqiq deyə bilmərəm. Materialdan dəyişir də, materialdan asılı olaraq. Bilirsiniz, hər şey asılıdır sizin arxanızda duran insanlardan, yanınızda duran insanlardan. Bu başlayır prodüserdən, bitir grimyordan. Bu da çox önəmlidir. O ikinci dəstə ki var, daim sənin yanındadır. Onlar gərək səndən bir yerə vuralar. Sən deyəni anlayalar, sən deyənlə razılaşalar. Fellini'nin bir sözü var idi, deyirdi ki, rejissor deyirdi Kalumfdur, komandası da Maliki də dənizçilər. Dənizçilərdir deyir. Kalumf gedir fəth eləməyə haralarsa. Dənizçilər heç bilmirlər hara gedirlər, onun ardından gedirlər, fəth eləməyə. Yaxşı bənzətmədir. Belə bir şeydir. Sağ olsun Fellini. Bəli, sağ olsun Fellini. Fellini demişkən, əzizim Fellini fikri hardan yarandı? Necə oldu belə bir film çəkmək istədiniz? Çünki sizin bu filminiz daha çox məşhurdur. Cavid Təvəkkül deyəndə ilk ağla gələn əzizim Fellini. Təşəkkür. Bu illər öncə olub, biraz rejissora tezə gəldiyim illər. O mənim ikinci filmimdir. Rejissora yeni gəlmişdim. Burada özümdən də bir şeylər vardı təbii ki. Amma bütöv mən deyiləm. Bu şeydir, xəyaldır, təxəyyüldür. Belə oldu, maraqlı gəldi mənə belə bir şey. Küçədə gördüm bir epizod. O epizoddan sonra başladı hər şey. O da nə epizoduydu? Bir yaşlı xanım əyləşmişdi. Bir cavan oğlan, belə vitrin kafe idi, vitrin kafe. Gözəl görsənirdilər. Oradan başladım, yazdım hər şeyi. Amma yerlərini dəyişdim təbii ki. Obrazların. Yəni gənc qız, gənc oğlan elədim. Belə bir şey. Rasim Cəfərin oyunu xüsusilə təbii ki, yəni Rasimi də çox demək olar ki, o filmdən kəşf etdilər. Ondan qabaq var. Təbii ki, var idi. Teatrdan da mən Rasimi tanıyırdım, amma orada birə-bir əyninə biçilmiş bir obrazdır elə bir ki, Rasimin və məncə maraqlıdır. O tərəfdən. Aktyor seçimi necə gedir Cavid bəy? Belə filmlərdə tutalım ki, bunun ssenarisi yazılanda artıq formalaşırmı beyində ki, bunu məhz bu aktyor üçün yazım, bu aktyor oynasın bunu, yoxsa sadəcə ssenari yazılır, daha sonra kostyum ümumiyyətlə necə olur sizin filmlərdə, bütövlükdə? Tək Əzizim Fellini yox, elə Spinoza'nın Tanrısı da olsun, elə Əzizim Fellini də olsun. Elə obrazlar var ki, yazarkən artıq bilirsən ki, onu kim oynayacaq. Amma elə obrazlar var ki, onları uzun müddət axtarırsan.
Axtarırsan tapa bilmirsən, o əziyyətdir, o başqa bir əziyyətdir. Sonra tapırsan, nəyəsə çatmır, o başqa bir əziyyətdir. Bu uzun və dediyim ki, zövq verici prosesdir. Mənim üçün əsas önəmli aktyordur. Və önəmli mənim üçün heç vaxtı çox üzr istəyirəm, mən aktyor arxasında gizlənməmişəm. Sevməmişəm gizlənməyi aktyor arxasında. Hansısa ulduzdan, hansısa bir kimlərlə işləyim deyə bir şey olmayıb məndə. Daim istəmişəm ki, Ulduzu özünüz hə, ekrana çıxarasınız. özüm kimisə tanıdım, kimisə ulduz eləyim və bu rejissuradır, həm də bu rejissuradan da əlavə həm də pedaqogikadır. Mənə də elə gəlir ki, rejissor üçün ən böyük uğur onun kəşf elədiyi aktyorlardır. Əlbəttə Yəni ki, məşhur tanınmış aktyorun üzərinə aksent vurmaqdansa, tanınmayan aktyorları cəlb edib və onları tanıtmaq və içindəki potensialı açmaq elə Məncə də. bilirəm ki, o böyük bir uğurdur rejissor məncə üçün. də. Ümumiyyətlə, mənim üçün film deyərkən şeydir, deyim, bir müəllimlərimlə qulağından, müəllimlərin sözü qulağımdan heç vaxt getmir və bu mənim üçün bir devizə çevrilib ki, necə çəkim eləmirəm. Mən ən çox nə çəkirəm, onu bilməliyəm. Necə çəkirəm yox, nə Nə çəkirəm. çəkirəm? Aktyor oyununda da elə olmalıdır. Necə eləyirəm deyil də, nə eləyirəm. Budur məsələ. Bəs aktyorla necə işləyirsiniz? Cavid Təvəkkil bir filmə başlayanda aktyorla necə işləyir? Bir filmə başlayanda, məsəl üçün, elə aktyor var ki, o bir-iki söhbətdən sonra mən artıq başa düşürəm, o haracandır, nədir. Elə aktyor var ki, onunla ilk söhbətlərdə başa düşürəm ki, biraz bunun üzərində işləmək lazımdır. Obraza gətirmək, hazırlamaq, bunu pik səviyyəyə çatdırmaq lazımdır. İşte, uzun proses də olanı olur. Eləsi olur ki, heç məsəl üçün, ancaq meydançada zadachasını verirsən. Düzgün aktyor çox yaxşı peşədir, bilirsiniz, çox rahat peşədir. Düzgün zadachasını verəndə düzgün oynayır. Rejissor nə istədiyini bilməlidir. Ola bilsin, rejissor səhv istəyir ha, amma elə istəyir də, o belə, O elə görür. ona kimi bilir də, ona görür. Onun zadachasını versən, aktyor oynayırsa nə gözəl. Yox, oynaya bilmirsə, mən çalışıram texniki həll eləyəm məsələni. Belə aktyoru aldada oynaraq. Bu da bizim öz şeyimizdir, necə deyərlər, sirrimiz olsun. Təbii ki. Bax, kast məsələsindən danışdı, Elnarə xanım qeyd elədi. Spinozanın Tanrısında çox gözəl məncə kast var, yəni kasting çox gözəl aparılıbdır. Vizual olaraq obrazlar yerindədir, xanımlar da, bəylər də. Bunu özünüz etmisiniz ya prodüserlə məsləhətləşərək etmisiniz? Eyni zamanda prodüser həm də ssenari müəllifidir, Rəsul Allahverdiyev. Özümdə elədiyim olub və ssenaristin təklifi olub, baxmışam ki, yarayırsa niyə də yox. Bir yerdə, yəni. Bir yerdə qərar verir. Bir yerdə qərar vermişik. Ümumiyyətlə sizə görə seçimi kimdə etsə daha düzgündür? Ümumiyyətlə serial olsun, film olsun, fərq etmir. Rejissor tərəfindən. Rejissor seçməlidir təbii ki, amma ona təkliflər ola bilərdi. Niyə də olmasın? İkinci rejissor tərəfindən də ola bilər təklif. Ssenarist yazarkən məsəl üçün falan aktyoru görübsə və doğruldursa onu. İndi sən baxırsan, o aktyor doğrudurmu, düzdürmü? Birdən-birə yox demək olmaz da. Sınaq çəkilişi var, sınaq məşqləri var və sübut eləməlisən ki, ssenaristə. Ya bu səhvdir, ya kiməsə, başqasına. Ya bu səhvdir, ya doğrudur. Özünə də həm də sübut edirsən də bunu rejissor. Heç elə olurmu Cavid bəy, ümumiyyətlə bir obraz üçün təsdiqlənən aktyoru başqa bir obraza keçid verəsiniz ki, bunu yox, bu daha yaxşı alındırılında. Olub belə bir təcrübə. Olub, təcrübədə var belə bir. Hətta əksi də olub, təəssüflənmişəm ki, ayda. Bunu çəkdim, bura gərək bura çəkərdim. Bu obraza gərək çəkərdim. Mən çəkmişəm o birisi obraza. Heyf, belə heyfləndiyimiz də olur. Olur bu, kinoda hər şey olur, belə şeylər tez-tez olur. Heyfslənməkdən danışmışkən, heç elə bir layihəniz olubmu ki, heyfslənmisiniz o layihəyə görə ki, gərək buna heç girməzdim? Yox, belə bir şey olmuyor. Yox, hələ ki. Olub şey, məsəl üçün, daha yaxşı eləyə bilərdim.
Daha yaxşı eləyə bilərdim. Heyfsilənmək yox, amma belə daha yaxşı eləyə bilərdim. Kaşkə. O da içində danışırsan da, onun içində eləyirsən. Çölə buraxmırsan. Belə bir heyfsilənmək olmur. Məncə niyə üçün heyfsilənməlisən ki, əgər özün başlamısan, özün gedirsənsə bu yol, niyə heyfsilənməlisən? Cavid bəy, bəs yarımçıq qalan layihəniz olubdu, deyəsən, olub. Bu çox vacib bir layihə idi, səhv etmirəmsə. Bunun sizin həyatınızda hansı bir dönüş nöqtəsi oldu? Oradan da böyük layihə idi, çox böyük iş getdi buna. Əmək sərf elədik. Böyük maliyyə də yatırdılar. Uğurlu da film çıxmışdı. Kimlərsə saxlarlar, kimlərsə kiminsə prinsipinə görə o film dayandı. Uzun illər sonra. Yayımlanmadı da, film bitmişdi demək olar ki. Mən tamamlamadım. Tamamlamadı. Hesab edin ki, 60-70%-ni mən çəkmişəm ağır çəkilişləri. Pavilyon çəkilişlərini eləmişik. Natural çəkilişlərinə çıxmalıyıq. Natural çəkilişlər üçün də hər şey hazırdır, hər şey danışılıb, hər şey atlılar, nə bilim, Tarixi mövzuydu. Tarixi mövzuydu. Qarabağnamə idi, bəli. Filmi saxladılar və mən də ictimaiyyətdən ayrıldım. Plan bəs məkan, uzun illər biraz savaşdım, biraz ora, bura. Gördüm, xeyri yoxdur da. Sonradan onlar 3-4 ildən sonra deyəsən, başqa bir rejissor yamadı, yapışdırdı, verdi o efirə verdilər ki, bir şey, yəni onlara da hansısa qurum qıslamışdı ki, bəs pul aldı. Dövlət sifarişi idi bu. O vaxtı seriallar üçün pul ayrılırdı hökumət, komitə. Oradan maliyyələşmişdi bu. Yəni bitirmək lazım idi deyə bitirdilər. Yapışdırdılar, elədilər orasını, burasını, harasa getdilər, çəkdilər, elədilər, sonra verdilər efirə. Bu öz yerində şeydə də titrdə də mən öz adımı lap axırıncı gördüm. Belə o vəbşi mənim üçün bir şey oldu. Həyatımda da amma film həyatımda çox böyük zərbə vurdu. Yəni ki, həyatıma o yaradıcılığımın o yavaş qalxan şkala üzrə pitində olanda vurdular, saldılar aşağı. Günlük oradan mı başladı Cavid bəy? Yox, oradan deməzdim. Daha bir növbəti mərhələdə var idi. Oradan da həyat dəyişdi o proyektdən sonra. Bəlkə siz güzəştə gedə bilərdiniz. Elə düşünmədiniz. O filmdə yox. Orada gedə bilməzdiniz. Demək ki, siz haqlıydınız. Orada gedə bilməzdim, yox. Onlar ikinci dəfə də çağırdılar məni ki, gəl yaxşı, az büdcə ilə bunu tamamla ver. Mən dedim, yaxşı dedim, oturdum, hesabladım, getdim, gəldim falan, bəs məkan. Lap qısa variantını onlar üçün təklif elədim. Ona da yox dedilər. Ona yox dedim, daha mən əlimdən gələni eləmək istədim. Məsələn, belə bir şey. Bunun özü böyük təcrübədir məncə. Bəli. Və düşünürəm ki, heç vaxt heç nəyə həyatda heyfsilənmək düzgün deyil. Bu prinsiplə getmək də düzgün deyil. Yəqin ki, belə olmalı idi ki, hansısa bir növbəti mərhələyə keçəsiniz. Olar, bəli. Və bugün burada bizlə bu barədə danışasınız. Müsahibələrin birində belə bir fikir bildirmisiniz ki, yeni dönəmin rejissurası fərqlidir. Klassik rejissura artıq geridə qalır. Sanki indiki zamanə üçün ayaqlaşmır, daha mobil və daha sürətli getmək lazımdır kimi belə bir fikir var idi. Spinoza'nın Tanrısının çəkilişlərində və uzun bir aradan sonraki qayıtdınız. Bunların balansını necə yarada bildiniz özünüzdə? Bu balansı yarada bildinizmi, yoxsa daha çox klassikaya mı yönəldi Cavid Təvəkkül? Doğrudan da ki, bugünkü rejissura başqa rejissuradır, gənclər falan. Tamam fərqlidir. Həm düşüncə tərzi, həm işləmə metodları falan. Klassik rejissurada hər şey başqa cürdür. Amma Spinoza'nın Tanrısındasa mən klassik rejissuradan daha çox istifadə eləmişəm. Düşünürəm ki, məni belə daha başa düşərlər. Yəni, əsas yenə deyirəm, necə çəkirəm deyildi də.
nə çəkirəm? Nə çəkirəm? Necə göstərirəm kamera oradan getdi, buradan gəldi, onlar belə elədilər deyil də, nə göstərirəm? Ola bilər ki, mən klassik rejissurada düşünürəm ki, iri planda böyük bir monoloq gedə bilər. Kadr daxili montajla necə mizanı həll edə bilərəm. Məsəl üçün bir aktyor, aktrisa orta planda qalır, ətrafında hər şey baş verir. Mizansenanı kadr daxili belə verə bilərəm. Bu klassik rejissura mən bu üslubu daha çox sevirəm. Yenilərsə başqa rejissurasa belə deyək. Yenilər deyəndə biraz pis şey yenilərdir. Başqa rejissura indiki gördüyümüz filmlərdə falan da oradasa o kadrı, o mizanı bölürlər. Hə. Orta, iri, arxada gedəni, nə bilim, Nəlbəkinin gözündən qəhrəmana baxmaq deyə bir şey. Mən anladım sizi. Stakanın gözündən. Bunlar bölürlər və həm aktyoru vəziyyətdən çıxardırlar. Düşülən situasiyada çəkdiyi, o içində, daxilində çəkdiyi istiraplar, nə bilim, sevinclər aktyoru ondan çıxardırlar. Aktyorla bərabər tamaşaçı da artıq inanmamağa başlayır. O kinonun öz priyomları da indi bilənlər bilir. Daha çox klassik rejissura ilə. Daha çox klassik. Və bu biraz teatrallığa daha yaxındır deyin, teatrallıqdan gəlir kökü deyin. Yəni halda qalmağı, aktyorun həmin məqamda qalmağı, razıyam bu fikrinə və bu çox vaxt izlənilmir və aktyorlar özləri də bundan şikayət edirlər. Bir çox aktyorlar bundan şikayət edirlər ki, Nədən? Yəni belə olmağından. Çəkiliş meydançasında hər şey nəzərə alınır. İşıq, mikrofon, səs, bütün keyfiyyət, görüntü super. Aktyorun halda vəziyyətdə qalmağı nəzərə alınmır. Bu böyük lazımlı şeydir. Bunu çox, yəni Çox aktyorların lazımlı şeydir. bəziləri çox şikayət edirlər bundan. Bunu hətta mən belə deyim ki, məncə mən həmişə aktyor üçün işləmişəm. Onun halını, vəziyyətini, səsləyən durumunu, indiki situasiyaya uyğun nədirsə, onu mənə verməlidir və ətrafda heç kim ona mane olmamalıdır. O obraz çox, ümumiyyətlə bilirsiniz, aktyor peşəsi çox çətin peşədir. Bir adam təzədən keçir başqa bir insan olur və başqa şeylər danışır. Heç öz həyatında onu eləməz. Buna görə də adi bir səs ona çox mane ola bilər. Və inanırsınız, elə aktyor olub ki, hətta o bir dənə çıx səsi vəssalam mane olub da daha ora girə bilmir, obraza daxil ola bilmir. Təzədən qayıda bilmir. Əziyyət çəkmişik, bir neçə saat gözləmişik. Belə şeylər olur. Aktyor oynamaq üçün şərait yaratmaq lazımdır. Şərait kim yaradır? İlk olaraq rejissor. Rejissor o qıraqda kənar səslər, masterdir. Amma aktyorla rejissor nə qədər çox işləsə, bir o qədər yaxşıdır. Rejissor aktyorla nə qədər çox işləsə, bir o qədər yaxşıdır. Çəkilişdən kənar ümumiyyətlə seçdiyiniz aktyorlarla vaxt keçirməyi sevirsiniz ki, onları daha yaxşı tanıyasınız, daha yaxşı işləyəsiniz. Əvvəllər sevirdim. Əvvəl gənclik illərində. Sonra da yox, nəsə aktyorlardan biraz daha uzaq gəzirsiniz. Daha uzaq gəzməyə çalışıram. O yenə klassik rejissurada var onlar ki, aktyorla daimi təmasda olsunlar, ünsiyyət eləsinlər, hazırlasınlar, eləsinlər. Bu etapı artıq mən başqa cür eləməyə başlamışam. Əvvəllər elə idi. Cavit bəy, demişsiniz ki, səni səndən başqa heç kim tanımır və sən özünü tanıtdırmalısan. Necə oldu bu fikrə gəldiniz və hansı mərhələdən sonra belə deyək bu fikrə gəldiniz? Əslində razıyam o fikrinizlə ki, gənclikdə belə idim, indi düşünürəm ki, nəticə çıxarmısınız demək nələrdənsə. Əlbəttə ki, bu və cəmiyyətin tələbləri var biraz da, yəni bu sosial şəbəkələr, bu interaktiv zəmanədir. Həqiqətən özünü tanıtmalısan. Bizim söhbət peşədən gedir, yoxsa fərd olaraq fərd olaraq da üstə gəl, peşəmiz də elə bir peşədir ki, göz önündəsiz. Özünü satmalısan, realizə eləməlisən də. Buna görə baxın məsəl üçün bayaq dedim ki, bir filmə, öz filmimdə məsəl üçün baxıram filmə deyirəm, ayda bunu burada gərək belə eləyərdim də, təəssüf. Özümü tanıyıram ki, bilirəm ki,
daha yaxşı eləyə bilərdim də. Bu artıq özümü tanımaq deməkdir. Özümü tanıyıram deyə, özümü bilirəm ki, mən məsəl üçün kimsə toyuğuna qış demərəm. Peşədə isə çox çətindir də. Peşədə özünü tanımaq hər adam bacarmır onu özünü. Buna da zaman lazımdır yəqin. Təbii ki, İllər zaman lazımdır, lazım. amma biraz çox şeydir, ucuzlaşıb hər şey. İndən sonra inanmıram kimlərsə özlərini tapalar. Təbii ki, yaxşılardan uzaqda. O elə bir zamana gəlib ki, Populyar olmaq daha asan başa gəlir. bəli, onun önündə bir olmaq gecəyə asan populyar başa olmaq gəlir. olar. Bir gecəyə bu sosial şəbəkələrin köməkliyi ilə elə bir uduza çevrilə bilərsən ki. Amma nə qədər qalıcı olurlar ki? Mənə elə gəlir ki, sənətdə xüsusilə əgər biz sənətdən danışırıqsa, kinodan, aktyordan və rejissordan danışırıqsa, mənə elə gəlir ki, bir gecədə parlamaqdan yox, nə qədər qalıcı ola biləcəyi ondan danışmalıyıq. Onu qalmaq, oradan da yaddaşlarda qalmaq çox yaxşı şeydir. Yaxşı şey deyil, bəlkə də həyatın mənası odur. Təbii, sənətin mənası Bəlkə də odur. ona görə bu kavqalar, ona görə buna görədir ki, bu davalar, bu istirablar, bu əziyyətlər ki, heç olmasa nə ilənsə bir şeylə yadda qalasan. İnsanlar səni xatırlasın, illər sonra da filmlərə yenidən baxsınlar, obrazlar var, yenidən baxsınlar, yenidən səni qarşısınlar. Bu çox möhtəşəm bir şeydir mənim üçün. Mən bir dəfə rəhmətli Allah rəhmət eləsin, Vaqif İbrahimoğlu'nun cənazəsini düşürürlər, aparırdılar. Bir anlıq baxdım ki, tabutu ancaq tələbələri daşıyır. Və onda fikirləşdim ki, vay da, nə gözəldir də, yəni bu doğrudan gözəldir. Tələbələrin daşıyır, sən tabutun daşıyır çiyinlərində, illər keçib yenə də onun adını yaşadırlar. Bu pisdirmi ki? Çox gözəldir. Eynən Ədil İskəndərov da onun kimi. Bu günləri Azərbaycan nə qədər o Ədil İskəndərov tanıyan var. Hamısı nəyə görədir? Xeyirxah əməllərinə görə, aktyorlar bəxş elədiyinə görə, işlər gördüyünə görə. Kimlərinsə həyatında çox gözəl yol açdığına görə, müəllim olduğuna görə, pedaqogika ilə də məşğul olmusunuz. Bilirəm, Bakı Film İnstitutunda da təlimlər keçmisiniz. Orada necə oldu? Yəni Cadi Təvəkkül özünü bax belə pedaqoq olaraq necə görür? Yəni mən əslində bu gün də davam etsəydiniz nələri demək istəyərdiniz? Maraqlıdır mənim üçün. Deyiləsi çox şey var əslində. Çox şeylər demək olar, çox şeylər öyrətmək olar. Amma bu ilk növbədə, birinci növbədə belə deyim biləsiniz, mən orada vampir idim. Mən onları öyrətməklə bərabər onlardan çox şey öyrənirdim. Və zövq alırdım onlarla, danışıqlardan, onların düşüncələrini, nə bilim, bilmək, onlar hansı tərzi sevirlər, hansı rənglərə üstünlük verirlər, hansı film xoşlarına, hansı roman xoşlarına gəldi, ümumiyyətlə kino nədir, teatr nədir, yaradıcılıq nədən ibarətdir. Bunlar haqqında söhbətlərdə kursun gedişi haqqında onlara biz filmlər də çəkdirirdik. Mən məsəl üçün fərqli rakurslarda görürdüm onlarda. Düşünürdüm ki, hə, yəni o bir zövq şeyidir də, zövq alırdım və mən onlara dərs yox, onlar mənə dərs keçirdilər. Belə bir şeydir. Bu da məncə sizin böyüklüyünüzdən irəli gəlir, həqiqətən gənclərlə ünsiyyətdən, böyüklüyünüzdən və o insan var ki, bildiyini öyrətməz, paylaşmaz. Ola bilər çox istedadlı insan olsun, çox həqiqətən bacarıqlı insan olsun, amma ya öyrədə bilmir, ya da istəmir. İçində bir nəsə var da o həvəsli. Ancaq məndə qalsın. Mənə də gəlir, sizi gənclər daha çox sevir. Tək gənclər yox, ümumiyyətlə yəni əhatəniz sizi çox sevir. Təşəkkür əhatəmə. Mən heç kimə pis olmağa çalışmamışam. Yəni mən bunu premyerada da, Spinoza'nın tanrısında premyerada da hiss elədim. Mən ümumiyyətlə insanları sevirəm. Doğrudan insanları sevirəm. Mənə elədikləri pisliklərə də mən sevirəm. Onunki ora kimidir, onu bilir.
Onun bəlkə də dəyişmə imkanı olsa dəyişərdi. Gənclik illərində necə düşünürdünüz Cavid bəy? Keçmişə bir baxanda, hal-hazırki Cavid Təvəkküllə gənclik illərindəki Cavid Təvəkkülün düşüncə tərzində çoxmu böyük fərqlər yaranıb? Çox böyük fərqlər var. İnsanları indi tanımağa başlamışam. Ümumiyyətlə indi özümü ifadəni daha Rahat. doğru, rahat hiss edirəm. Bir çoxlarının bilmədiklərini öyrənmişəm, onu deyim. Gənclik illərində isə bunlar yox idi. Sadəcə şeydi, imkan deyərkən filmlərdə çəkirdi, bu yaxşı, o yaxşı, o festival, bu festival, o Grand Prix, bu Grand Prix falan bəs məkan. Hər şey ötəri gedirdi. Amma indi isə hər şey fərqlidir. Düşünməyə vaxt var, insanları analiz eləməyə vaxt var. Rahat nə istədiyimi demək, məsəl üçün olur da nəsə istəyirəm bilmirəm nəsə, hə? Gənclik illərində o daha çox idi. O dövrə O xas gənclik təbii illərində. haldır məncə. Ola bilər. Amma indi 50 yaşım vardı artıq. İndi deyə bilirəm ki, ürəyimlə danışanda o mənə deyir nə istədiyimi. Hər bir insanın həyatında belə bir dönəm olur ki, insan düşüncələri dəyişir. Bu dönəm sizdə nə vaxt başlayıb? Fərqinə varmısınızmı ümumiyyətlə ki, bu düşüncələr dəyişdi, artıq bəlli bir yaş ola bilər, bəlli bir hadisədən sonra ola bilər ki, bu həyata baxış, dərk etmə daha fərqli olsun, daha dəyişkən olsun. Son məsəl üçün 5 ildə, 6 ildə mən öz-özümə tək qaldım deyə özümü dərk etməyə çalışdım. Hətta mən bir əvvəl istəyirdim, necə istədiyim, Tibetə getmək istəyirdim. Orada bir il orada qalmaq istəyirdim Tibetdə. O dərəcədə bəlkə də havalanırdım, bilmirəm. Tərki dünya olmaq. Hə, belə istəyirdim. O da oldu. Elə bir ki, Allah Taala qismət elədi. Tibetə getmədim də, tərki dünya oldum, qaldım. Özümlə qaldım, düşündüm, daşındım. Elə hardasa 3-4 il olar ki, yenidən hər şey fərqlidir mənim üçün. Fərqli görsənir, fərqli baxmağa çalışıram. Bundan sonra qalan həyatımı da nəsib olsa, qismət olsa inşallah kinoya, kinoya həsr eləyərəm, yazıya həsr eləyərəm. Yeni filmlər, tamaşalar qoymaq istəyərəm təbii ki. Planımızda da var. İnşallah, uğurlu olsun. Sağ olun. Nə gözəl, teatrda demək ki, davam etmək istəyirsiniz fəaliyyətinizi. Hətta mən Qısa müddət çalışmısınız teatrda, mən bildiyim qədərilə çox qısa müddət. 2 il çalışdım. Pandemiya falan düşdü araya da. O ərəfəyə də düşdü. Mən teatrı çox sevirəm. Bu uşaqlıqdan şuuraltı hopmuş bir şey, sevgidir, bir istəkdir. Atam var. Allah bütün böyüklərə can sağlığı versin. Allah can sağlığı versin. Hətta mən öz teatrımın olmağını belə arzuluyuram. Hətta ona çalışmışam ki, Mingəçevirdə özümün öz teatrım olsun. Məhz Mingəçevirdə özüm bir özəl teatr yaradım. Bu üstündə çalışmışam. Sadəcə bir məkan, yer tapa bilmədi. Hələ o arzu da var. Teatrda işləmək, öz teatrını yaratmaq. Onu çox istəyirəm, sevirəm. Bir teatr yaratmaq istəyirəm və FM radio stansiyam olsa nə gözəl olardı. Nə gözəl. Yaxşı, bəs sizin üçün teatr, kinonun fərqi harda başlayır, harda bitir rejissor olaraq? Və o keçidmi? Çünki son dönəmlər deməyim artıq neçə illərdir, yəni dünya kinosunda da teatr elementləri daha çox istifadə olunur, teatrda kino elementləri çox istifadə olunur. Mən belə ümumi danışıram, siz nəyi nəzərdə tutduğumu anlayırsınız yəqin ki. Yəni sizin üçün o keçid harda bitir və yaxud necə olmalıdır? Teatrla kino, bunlar sanki bir bacı qardaşdılar da. İkisi bir peşədir əslində də. Teatr, kino da kamera falan məsələn. Ümumiyyətlə mənə elə gəlir ki, keçid mən görmürəm. Şəxsən mən görmürəm, heç bir keçid görmürəm. Mən tamaşanı çəkib, kameraya çəkib, film də eləyə bilərəm. Yəni bu da var, bu təcrübə də var. Mən də bir neçə belə film tamaşa izləmişəm dediyiniz formatda. Var. Tamaşanı kameraya çəkib film eləmək olar, nümayiş eləmək olar. Dünya praktikasında da var bu. Fontriyerdə, kimlər indi adları yadımdan çıxa bilər, amma dünya praktikasında
Özüm də eləmişəm hətta belə bir şey. Nə yazıqlar ki, finala çatdıramadıq, montaj eləyə bilmədik. İndi bir fikrim var, onu bax o cür eləmək istəyirəm ki, teatrda tamaşa qoymaq və onun bəzi məqamlarını teatrdan, səhnədən bayıra çıxmaq, çəkmək, yəni kino ilə teatrın sintezini eləmək mənə elə gəlir ki, maraqlı olardı. Başqa cür baxırlar onlar kinematografiyaya. Böyük filmlər çəkilir, böyük büdcə ilə başqa cür baxırlar. Amma biraz dərindən baxsalar da məncə, mənim fikrimcə teatrın qaçılmaz olduğunu hiss eləyərlər kinoda. Teatr mütləqdir. Bəli, mənə elə gəlir bu teatrı həm də biraz daha önə çıxardar. Çünki indiki yenə deyirəm, bu zəmanədə hər şey çox sürətlə inkişaf eləyir. Teatr balaca bir addım bəlkə geri qalır, ya belə düşünmürsünüz? Teatr geri qalır. Bizdə belə görünür. Bizdə belə görünür. Yəni çox heyif ki, belə görünür. Mən ümumiyyətlə düşünürəm ki, teatr musiqili olmalıdır. Musical-da ən ideal janr. Musical, çox sevirəm musical. Ən ideal və bunun dediyiniz kimi film nümunələri də var. Yəni həm teatrda baş verir, həm bu filmdir. Teatr var idi, kino yarandı. Dedilər ki, teatr da öldü də, kino önə çıxacaq. Teatr məhv oldu. Amma teatr məhv olmadı. Sonra televiziya çıxdı. Dedi, həmişə teatr yoxa çıxacaq, belə televiziya var da. Amma teatr ölmədi. İnternet əsri gəldi. İnternetlər falan bəs məkan. Teatr hələ var ya da yaşayır. Sadəcə dürüst, düzgün tamaşalar. Bəlkə məsələn, nə bilim, tamaşaçıların zövqü dəyişib. Həm tamaşaçıların zövq məsələsi var, həm də ki, zamana uyğun əsərlərin seçim məsələsi də var. Mənə elə gəlir ki, orada əsər seçimi də biraz rol oynayır. Bax, mən məsəl üçün deyim sizə ki, M-teatra iki dəfə getmişik tamaşaya baxmağa. Həmişə zalları dolu, özəl teatrdır. Sonra Azramada məsəl üçün İblisə getmişdik baxmağa. Anşlaq idi də, yəni. Əvvəllər heç tamaşaçı yox idi, indi maşallah var. Son dövrlərdə gənclər arasında da tamaşalara, teatra maraq ümumiyyətlə çoxdur. İndi bundan istifadə etmək lazımdır da. Dəyərləndirmək lazımdır. Məqamı dəyərləndirmək lazımdır və o nə maraqlıdırsa, onları işləmək lazımdır. Mənə elə gəlir, bu da birdən-birə olmadı. Yəni bu PR marketinq məsələlərini önəm verdikdən sonra teatrlar, məncə bu ondan sonra yarandı. İstər-istəməz. Marketinq, PR marketinq. Çünki əvvəllər yox idi. Bu anlayış biraz zəif idi, tam o deyildi. Yenə deyirəm, sosial şəbəkələr də bu qədər geniş yayılmamışdı və teatrlar yəni daha arxa planda qalırdı. İndi bunun üzərinə daha çox düşürlər ola bilsin, daha çox insanların həyat tərzi də sosiallaşır. Yəni o əvvəlki itirilmiş zaman qaytarılır. Çünki mən də son düzdür zaman olmur, çox gedə bilmirəm, amma son bir neçə izlədiyim tamaşada müşahidə eləmişəm ki, zallar bəli doludur. Doludur, bu da çox yaxşıdır. Çox yaxşı oldu, əlbəttə ki, teatrın yaşaması. Şura teatrına getmişdik tamaşaya baxmağa. Açıq kassa ilə nə qədər adam, maşallah, adam var idi. Adam sevinir də, yəni bu həm aktyorlara motivasiya verir bu. Əlbəttə ki. İşləmək üçün, yaşamaq üçün. Həm rejissorlara, həm teatrın asıl qanında işləyən xanımın özünə belə. Təbii. Böyük motivasiyadır tamaşaçıların gəlməyi. Ümumiyyətlə, kinonun belə ayaqda qalması üçün teatrın olması mütləqdir. Məncə. Yəni, o mütləq olmalıdır ki, kino yaşasın. Məncə də. Mən elə düşünürəm. Oradan doğur, teatrdan doğur. Həmən o meydan tamaşalarından doğur. Antik dövrlərdən indiyə kimi. Məncə. Sizə görə filmin adı, yəni nə qədər onu tamamladı? Spinozanın tanrısı. Niyə məhz Spinozanın tanrısı? Və yaxud da sualı belə qoyaq. Məncə adı tamamladı və məncə ssenaristin düşüncəsi ki, özünü kimlərsə deyə bilər ki, bu Spinozanın adı yaddır, nə, əslində ola bilər də. Yəni Azərbaycanda çox az adam Spinoza tanıya bilər. Eşidəndə ilk yəni yadda qalmaya bilər. Bunu bayaq mən də vurğuladım.
Yadda qalmaya bilər. Amma biz öz yolumuzdan dönmədik. Yəni ideya olaraq hər şey oradan doğmuşdu deyə adı saxladıq. Və böyük bir fəzanın, böyük bir yoxluğun, evolyusunun elementi olaraq düşündük. Belə düşündük. Amma nə bilim adı da pis. Mənə görə pis deyil. Yox, adı əlbəttə söhbət adın pis, yaxşı olmağından getmir. Sadəcə adın belə deyək də PR olunmağından, öz-özünü reklama çevirməməyindən gedir ki, Ad əslində öz-özünü PR eləməli idi. Bəli. Nəsə yəqin şey gedib, tərs gedib. Mən sizə deyim də 10 nəfərdən heç bəlkə 5-i bilmirdi Spinoza kimdir, Spinozanın tanrısı kimdir. Bu da öz-özündən PR olmalı idi. Amma nə yazıqlar ki, olmadı da. Ya o eləmədilər bilə-bilə. Amma yaxşı PR edirdiniz. Mən izləyirdim sizin səhifəni. Bəli, çox qəşəng aktyorların tanıtımı, obrazların tanıtımı, aktyorların simasında belə deyək. Çox yəni estetik gedirdi hər şey. Çox qəşəng gedirdi. Filmin özünün də o estetikasını, o rənglərini xoşuma gəldi mənim o rənglər, o stilistika. Yəni bu estetik göz oxşayır bunun hamısı və PR da o cür aparılırdı. Çalışmışdıq da. Ümumiyyətlə məqsədimiz poetik bir kino eləmək, film eləmək. Təbii ki. Amma görünür ki, onu indiki dövrdə biraz bilmirəm, bəlkə indi onun yeri deyildi, zamanı deyildi deyə daha yəni populyar ola bilmədi. Çünki tamaşaçının, yenə də deyirəm, tamaşaçının zövqü korlanıb, belə qətiyyən, tamaşaçı çox keyfiyyətli məhsul vermək lazımdır. Bu günahı tamaşaçının üstünə yıxmaq olmaz heç vaxt. Yəni onlar düz deyirsiniz, amma birisi nətərdir? Biz əlimizdən gələni elədik. Bu riskə getdik, göz altına aldıq hər şeyi. Mən də onu vurğulamaq istəyirəm ki, əslində bəlkə riskə getdiniz. Bir balaca buna hazırlıq mərhələsi uzun olmalı idi bəlkə. Tamaşaçı bu artıq kinoteatra çıxanda bu film artıq buna hazır olsun. İndi hər şey demək olar. Bütün o biz şəxsən səhvlərimiz də bilirik hardadır, uğurlarımız da bilirik hardadır. Sadəcə bilirsiniz, filmə həm də şans verilməli ki, prokatda heç olmasa qalsın. Bu bazar iqtisadiyyatının real... Ümumiyyətlə, belə bir kino tarixində də belə bir şeylər var ki, tutam hal-hazırda belə deyək də, istəniləni qarşılamasa belə bu film, amma zamanla ola bilər ki, 1 ilə, 3 ilə həmin film çox da məşhur olsun yenidən. Çünki tamaşaçı auditoriyası buna hazır olmaya bilər. Bu mövzu ümumiyyətlə ona yad ola bilər, cəlb edici olmaya bilər. Ümumiyyətlə kino çaxırı kimidir də, qaldıqca daha da dadlı olur. Həqiqətən elədir. Çünki bəzən olur ki, tarixdə elə filmlər olur, boş bir belə bir küy yaradır. Baxırsan ki, hamı tərifləyir, hamı biri-birinin köyünə gedir. Əladır, əladır, əladır. Amma sonda bir belə sakitçilikdə baxırsan, deyirsən, bu nə əladır? Ya həqiqətən bunlar var da, yəni. Ümumiyyətlə istənilən sənət əsərinə Elnarə xanım düz deyir. Bir fasilə verib təzədən baxmaq məsləhətdir. Mənim fikrimdir də ən azından. Ola bilər, belə filmlər də var, spesifik filmlər var, belə filmlər çoxdur. Yəni mən spesifik filmlər sırasındadır Spinozanın tanrısı belə düşünsək, yəni bu nöqteyi nəzərdən düşünsək. Biz belə də düşünmüşdük əslində. Onu deyim ki, şans yaranmadı da göstərmək. Bir həftə cəmi pakatda qaldı. Orada da seanslar çox bərbad seanslar idi. Çünki bilirsiniz, kinoteatrlarında öz iş prinsipi var. Təbii ki, biz bunu bilmirik %100 tam olaraq, amma bu artıq bazar iqtisadiyyatıdır dediyim kimi. Məhsul gəlir, necə tanıdılır, nə qədər müddətə bu satılır. Yəni budur. Kinoteatra çıxırıqsa bunu məcbur nəzərə almaq lazımdır. Seanslar məsələsi var da. Səhər saat 10-da Spinozanın tanrısına baxan olacaq. Yox, təbii ki. Hava qaranlıqdır, 11-də Spinozanın qar yağıb, Bakı iflis vəziyyətdədir. O durumlar idi də. Baxan olacaq. Yox, əlbəttə ki, yox. Və bir həftədən sonra bağlaşı reyting vermədi. Bir də xarici filmlərlə bizim filmlərin qiyməti, yəni bilet qiyməti məncə fərqli olmalıdır. Bizdə neçəli bilet? Mən bizim Azərbaycan filmlərindən neçəli bilet? 5 də var, 10 da var, 2 də var, 7 də var. 7-8. Yəni ən azından belə deyək də, xarici filmlərin qiyməti ilə eyni olmamalıdır, belə düşünürəm. Ümumiyyətlə kinoteatrlarda bizim yerli filmlərə baxış biraz dəyişməlidir.
dəyişməlidir. Ona görə də Dəyişməlidir. keşif də çox olmalıdır. Liqotlar çox Bəli, olmalıdır. çox olmalıdır. Üstünlük verilməlidir. Üstünlük verilməlidir. Bu artıq Seans biz milli saatlarından maraqlardır. tutmuş. Amma Bəli. mən başa düşürəm. Biznesmen üçün milli maraqlar bir dəfə olar, iki dəfə olar da. Bunu hər dəfə eləməyə bilər. Çünki biznesdə adam yatırım qoyub neçə milyonlar onu çıxartmalıdır təbii ki. Amma bu Azərbaycan üçün olunan bir şeydirsə, Azərbaycan xeyrinə, Azərbaycan kinosunun inkişafına, Azərbaycan film istehsalçılarının xeyrinə biraz hər hansı bir liqotlar versələr, hər hansı bir yəni bir köynək yaxındır da bu sizə də. Sizin vətəndaşlarınızın işlədiyi, çalışdığı, ərsəyə gətirdiyi bir şeydir. Onlar biraz fərqli baxışlarını dəyişsələr, fərqliləsələr, mənə elə gəlir ki, bu normal olar, yaxşı olar Azərbaycan kinosu üçün. Heç elə düşüncə oldu mu Cavid bəy ki, bu filmdən sonraki aktyor seçimində tutalım ki, fərqli yanaşma olsaydı və fərqli seçimləri olsaydı bu film daha başqa bir qarşılanardı? Heç elə bir düşüncə oldu mu? Yox, yalan dedim, heç bir şey olmadı. Belə bir şey fikrim yox olmadı ki, bu aktyoru dəyişərdim, ay bu belə fərqli oyun tərzi oynasın. Əksinə normal düşünürəm ki, oynayıb öhdəsindən gəliblər. Mən də elə düşünürəm ki, yerində Məncə idi. normal öhdəsindən. Yəni bayaq sizə vurğuladım da. Mən nə istəmişəm? Rejissor nə istəyir? Hansı situasiyada necə ifadə, üz ifadəsindən sunmuş, daxildən gələn hissləri necə lazımdır vermək. Necə istəmişəm, o elə verib, əhsən onlara. Çox istedadlı da insanlar var idi ətrafımızda, sağ olsunlar. Allah yaxşı. Gənclərimiz daha çox idi orada. Vidadi müəllim, Hüsniyə xanım orada rol almışdılar. Türkəy Cəfərli, Lalə Süleymanlı, bir də Fidan xanım Bayramova. Hər birinə uğurlar arzulayırıq. Mən də şəxsən. Karyeralarında inşallah ki, böyük bir uğur pəncərəsi olar bu film onlar üçün. Kinoteatrdan yığışdırılsa da yenə də filmoqrafiya üçün mənə elə gəlir ki, yaxşı bir işdir. Mənə elə ki, doğrudan da düz deyirsiniz ki, onlar üçün doğrudan da uğurlu işdir. Mən belə fikirləşirəm. Demək ki, tək fikirləşmirdim, siz də elə fikirləşirsiniz ki. Onlar üçün uğurlu işdir və bu film onlar üçün təkan olacaq. İnşallah onlar daha gözəl işlər ortaya qoyacaq. Hələ nə yaşları var ki, cavandır. Hər biri gəncdir. Gəncdir və filmdəki baxmaq istəyən Kinobox azdan baxa bilərlər. Bəlkə istəyirəm özünüz deyəsiniz, mənim artıq məlumatım var bu haqda. Kinobox azdan girib baxa bilərlər, evdə, çöldə, yolda, harada istəsələr. Və eyni zamanda həm də Azərbaycan sineması, kinosuna dəstək olmuş olarlar. Necə ki, əvvəllər deyildik ki, kinoteatra gəlsinlər, dəstək olsunlar. İndi də deyək ki, Kinobox azdan girib baxsınlar. Məncə daha gözəl bir layihədir, daha əlçatan bir layihədir. Daha komfortludur. Bəli, daha komfortludur. Seçim haqqı verir tamaşaçıya. Yəni müəyyən bir faiz hissə izlənir, seçim haqqı verilir. Həm də çox da belə taşlıqa büdcəyə ziyan vurmur. Yəni istədiyin vaxtda seçib özün o vaxta görə baxa bilirsən. Bəli, yəni komfortdur, hər tərəfli komfortdur. Ona görə də çox istəyirdim ki, orada da izlənsin, baxsınlar. Mən əslində tənqidsiz nə istəyirdim finalda filmdən sonra mən çoxlu sayda tənqidlər gözləyirdim ki, fikirlər oldu təbii ki, onlara ciddi baxmıram. Akademik bir tənqidlə gələn olmalıdır, olsaydı, akademik bir fikirlə, fundamental bir düşüncə tərzindən deyər ki, bu budur, sübut eləyərdi mənə. Bu filan şeyə görə, bu film tənqid tərəfdən əsaslanmadı. Hamısı yüngül fikirləri qəbul eləmirəm təbii ki. O sosial mediada da bəzi şeylər var idi, yazırlar idi, heç umurumda belə deyildi də. Bax, mən ona pis oldum ki, tənqid olmadı. Biz həmişə tənqidə də biz öyrəşmişik, lap kurs vaxtlarından sizə deyim ki, biz 12 dənə rejissor otururduq. Biz bir-birimizi öldürürdük ki, birinci mənim filmə baxaq, birinci məni tənqid edək. Baxaq, birinci mənim filmə baxaq, yəni birinci məni tənqid edək də. Bu tənqidsiz də inkişaf yoxdur təbii ki. Əlbəttə ki, mütləq şəkildə. Demək ki, tənqidə açıq insansınız. Əlbəttə ki, gözləyirdim hətta.
İnşallah bundan sonra gələr tənqidlər. Mənə elə gəlir Gəlsinlər. sosial şəbəkələrdə, platformalarda daha doğrusu bu cür Kinobox platformasında yayımlanandan sonra daha çox bu tənqidləri, təklifləri, müzakirələri mənə elə gəlir daha çox eşidəcəksiniz. İnşallah. Həm də bu platformalarda düşünürəm ki, daha çox gənclər izləyəcəklər. Niyəsə mənə belə gəlir. Bu da yaxşı bir haldır ki, yəni gənclər də ki. izləyəcək, gənclərin də fikri daha belə deyəcək pozitiv olur və eyni vaxtda necə olur? Yəni düşündüyünü ifadə edir, belə desək. Dolayısıyla ifadə eləməyəcək fikrini, düşündüyünü ifadə edəcək. Əvvəl düşünürdük ki, bu film gənclər üçündür. İndi gənclər baxıram ki, yox, gənclər bunu anlamır. Gənclər anlamadı bəlkə, ona görə deyirsiniz. Anlamır. Siz düşünmüşdünüz gənclər üçündür. Hə, anlamır deyərkən bilirsiniz, yox, təhqir etməyim heç kimi. Qəbul eləmirlər. Yəni o dəyişib, bəlkə tanrı, sevgi anlayışları dəyişib, bəlkə bəli, ola bilər hər şey. Məqamda deyirlər bəlkə. Əslində elə mən bunu istəyirdim ki, biraz beyin qurdalayan bir şey olsun. Bunu istəyirdik biz ki, beyin qurdalayan, biraz oyadan, refresh verən bir şey olsun. İstədiyimiz bir kino film vermək idi, film çəkmək idi, Azərbaycan tamaşasında bir film vermək idi. Biraz fərqli janrda, biraz düşündürücü olmağını istəyirdik, biraz istəyirdik insanlar düşünsünlər. Yəni onu istəyirdik, onu da elədik. Görür, xoş olardı, nə xoş olardı ki, bu biraz da maddi tərəfdən yaxşılaşdırardı durumu və biz ikinci proyektə dərhal başlayardıq. İndi qismət talih, tanrı, məyus olmuruq, yenə işləyirik, yenə bir ssenari üzərində çalışırıq. Nə yaxşı. Yəqin ki, mayda başlayarıq. Az büdcə də olsa başlayarıq. Amma bu kinoteatrlarla yox, o başqa platformalarla. Bu filmin özünün də subtitri hazırlanır. İngilis dilinə, başqa Spinoza'nın tanrısını. Spinoza'nın tanrısını. Nələrsə eləmək istəyirik. Allah yaxşı, uğurlu olsun. Sağ olun, var olun. İnşallah ki, sorağı daha yaxşı yerlərdən gəlsin, belə deyək, daha çox izlənsin və istədiyiniz nəticəni nəhayət alasınız ki, filmin sinemalara çıxması əslində çox böyük bir müddət deyil. Fevralın 28-dən səhv etmirəmsə, artıq sinemalara verilmişdi və ümid edirəm ki, istədiyiniz uğuru əldə edəcəksiniz. Kinobox azdan olsun, sinemalardan olsun, yəni növbəti layihələrinizdə bir uğur işığı olsun. Təşəkkür, çox sağ olun. Sizə görə necədir filmin inkişafı üçün biz nəyi eləməliyik? Hardan başlamalıyıq? Hardan başlamalıyıq ki, bu sahəni? Kino təhsil sistemi qurulmalıdır. Yalnız kino təhsil sistemi qurulmalıdır. Bir də hökumət yəqin ki, dəstək olur filmlərə. Daha çoxaltmaq lazımdır dəstəyi. Məncə dəstək verirlər kinoya dövlətdən. Amma məncə daha çox olmalıdır. Biraz hər şey şəffaf, biraz daha çox olmalıdır kömək. Həm özəl sektorda məsəl üçün olmalıdır, hansısa şərtlər altında. Başqa dövlətlərdə var da bu var. Kino tək əyləncə deyil, həm düşündürməlidir, həm də əyləncəlidir də. Kino teatrlarda da əyləncəli. Filmə baxıb əylənənlər var, vaxtlarda səmərəli keçirənlər var. Var filmdən hər hansı bir mesajı, enerjini almaq istəyən xəstələr. Onlar da var. Yaxşı mənada xəstələr. Yox, bilirəm. Sizin də müsahibələrinizin birində belə bir fikir bildirmişdiniz ki, hər çəkdiyiniz filmdə ötürmək istədiyiniz mütləq ki, bir mesaj olur. Əlbəttə ki, olur. Olmalıdır. Olmalıdır. Ən çox hansı mesaj ötürməyə cəhd edirsiniz Cavid bəy, filmdən asılı olmayaraq? Mən filmdən asılı, hər filmin təbii ki, özünün o heç təbii öz. Məncə mən daha çox gözəlliyə aşiqiyəm. Daha çox ülvi, məhəbbət tərəfdarıyam. Daha çox bunları ötürmək istəyirəm, ötürürəm, ötürəcəm də. Cavid bəy, uzun aradan sonra çəkilən Spinoza'nın Tanrısı filmində heyətdə həm gənc aktyorlarımız var idi, həm orta yaş nəslindən olan aktyorlarımız. Onlarla iş prosesi arasında fərq var idimi? Yəni hansından işləmək daha çətin idi, daha biraz
çətin alınan nüanslar olurdu? Hansından daha rahat idi? Yəni dediyinizi, istədiyinizi daha rahat başa düşüb sizə geri dönüş eləyə bilirdilər. Bu biraz buna başqa cür cavab versən biraz düz çıxmaz. Biz aktyor yaşından asılı olmayaraq hamısına işləmək mənə şəxsən zövq verir. Cavit bəy, dəvətimizi qəbul edib gəldiniz. Təşəkkür edirik. Sağ olun. Bu bizim dəstəkçimiz Fincanın mağazasından sizə kiçik bir diqqət əlaməti. Təşəkkür, sağ olun. Çox sağ olun. Fincan, sağ olun. Çox xoş oldu. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizə qonağımız oldunuz. Minnətdarıq. Ümid edirəm ki, tamaşaçılara da sizi yenidən tanımaq çox xoş olacaq. Təşəkkür, sağ olun, var olun. Sizə də təşəkkürlərimi bildirirəm. Məncə bu iri plan davamlı olsun, daim olsun və yeni qonaqlarınız, yeni insanlar kəşf etdirin tamaşaçılara. O bilsinlər ki, papa altında olanlar var. Məkana görə Nizami Sinema Sentra təşəkkürümüzü bildiririk və rəhbərliyinə. Sağ olun, növbəti görüşlərədək.